bir qüvvə təsir göstərirsə, deməli əvəzləyici qüvvə elə həmin o qüvvənin özünə bərabərdir. Axı bir dənə qüvvə təsir göstərir. Başqa qüvvə yoxdur. Bir qüvvədirsə əvəzləyici qüvvə elə həmin qüvvənin özüdür. Onda mən təcili tapanda F əvəzləyicini bölürəmsə M-ə, yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edəndə mən F əvəzləyicinin yerinə yazacağam F sürtünmə. Deməli, F sürtünməni böləcəm M-ə. F sürtünmə də nədir bizdə? Müyəmüjədir. Müyəmüjəni böləcəm M-ə, ixtisarlar gedəcək, qalacaq müyəmüjə. Deməli, əgər sizdə desək ki, cisim yalnız sabit sürtünmə qüvvəsi, bax qeyd edirəm, çünki bunu verir. Əgər sizə demirsə yalnız sabit sürtünmə, siz A-nın müyəmüjəyinə tapmayacaqsınız. Aydındır? Ancaq və ancaq yalnız sözünü işlədirsə, yalnız sürtünmə qüvvəsi. Onda siz A-nın müyəmüjəyini tutacaqsınız. Alınmasında dedik. A müyəmüjədirsə, onda müyənin yerinə A bölünsün J-ni yaza bilərəm. Ya da A-nın yerinə gətirəcəm burada düsturlarda, baxın. Hərəkət yavaşlayandır. Yavaşlayanda nə yazırdı? V0 çıxılsın AT. Onda A-nın yerinə gətirib müyəmüjəyi yazacağım. Ya da S bərabərdir V0 çıxılsın AT kvadrat bölünsün 2-dir. Gətirəcəm A-nın yerinə yenə müyəmüjə T kvadratı bölünsün 2-ni yazacağım. Sonra gəlir tormoz yolu və tormoz müddəti.